Elman müəllim, öncə sizdən başlamaq istəyirəm və bu Venezuela məsələsinə keçməzdən öncə xatırlatmaq istəyirəm İranda baş verənləri, Yəməndə baş verənləri ilə belə deyək ki, bu və ya digər məsələləri Venezuelanın özünü də qeyd edə bilərik. Ümumiyyətlə dünyada nə baş verir? Əvvəla onu qeyd edeyim ki, faktiki olaraq dünyanın yeni nizamı formalaşmaqdadır. Və bizim öyrəşdiyimiz ənənəvi beynəlxalq münasibətlər sistemi və yaxud da onu bəzən beynəlxalq koordinatlar sistemi də deyirlər, kökündən bu günlər dağılmaqdadır. Və hesab edirəm ki, artıq 3 yanvar 2026-cı ildən sonra biz deyəcəyik ki, yeni dünya düzəmi, tamamilə yeni dünya düzəmi, tamamilə başqa mahiyyətli bir yeni dünya düzəmi və bu reallıqda Donald Trump'ın, ABŞ prezidentinin bir qədər öncə elan etdiyi dünyanın təhlükəsizliyinə cavabdeh 5 dövlət və ifadəsini yaddan çıxarmayaq. Nə böyük 7-lik dedi, nə böyük 20-lik dedi. Dedi 5 dövlət. Birləşmiş Ştatlar, Çin, Rusiya, Hindistan və Yaponiya. Bu Trump'ın fikirləridir. Yəni tamamilə yeni baxışdır, yeni bir yanaşmadır. Hətta Avropa İttifaqının adı o siyahıda yoxdur. Yeri gəlmişə elə ona toxunacağıq ki, Avropa ölkələrindən heç də yoxdur. Hətta onun adı yoxdur o siyahıda. O ki qaldı konkret haqqında bəhs etmemiz Venezuela hadisəsinə. Doğrudan da bu hadisə onu göstərdi ki, artıq dəyərlər sistemi dəyişməkdədir. Və Venezuelaya biz 3 yanvar hadisələri kontekstində baxmayaq. Və artıq indi məhv olmayan məlumatdır. Bunu vaxtilə Mərkəz Kəşf İdarəsi məxfi məlumat kimi söyləyirdi. İndi artıq New York Times'da, Washington Post'da bunu yazır ki 2025-ci ilin avqust ayından deməli Venezuela prezidentinin aradan götürülməsi, onun deməli indi baş verənlərin reallaşdırılması istiqamətində hazırlıq gedib. Hətta məlum olur ki, onun yaşadığı rezidensiyanın oxşarı ABŞ-ın Kentucky ştatında yaradılıb. Kentucky'də bax həmin rezidensiya dəfələrlə hücumlar təşkil edilib, yəni məşqlər təşkil edilib. Və bu əməliyyatın uğurunu təmin etmək nöqteyi nəzərindən. Və hətta avqust ayında Mərkəzi Kəşf İdarəsinin böyük bir heyəti Karakasda olub və orada ta yaxınlaşmaq bu obyektə, necə onu aradan götürmək, necə onu Vaşinqtona aparmaq kimi məsələlərin hamısı, yəni kəşfiyyat məlumatları toplanıb, hətta onun hansı otaqda yatır, nə yemək yiyir, nə içirə qədər məsələlər var və ən son məlumata görə Venezuela Maduro'nun keçmiş prezidenti artıq bəlkə də onu söyləmək olar, düzdür, hələlik rəsmi yoxdur, amma faktiki olaraq bugün hakimiyyətdə deyil, de facto hakimiyyətdə deyil. Maduro ilə bağlı atılacaq addımların bütün senarisi avqust ayından hazırmış. Və son addım 2025-ci ilin dekabr ayının 23-də olub. Həmin gün Trump ilə Maduro'nun telefon danışığı və telefon danışığında bu fikri New York Times qəzeti artıq dünən paylaşıb. Belə bir danışıqda əsas məsələ olur ki, Trump ona deyib ki, hakimiyyətdən get, hakimiyyət təhvil ver və hətta məkan kimi Türkiyəni göstərib. Bu ifadəni New York Times yazır. Türkiyəyə get, yəni Rusiyaya yox, Belarus yox, məhz Türkiyə istiqamətinə New York Times'ın bu iddiasıdır. Və bu tələbi Maduro qəbul etməyib, Nicolas Maduro qəbul etməyib. Və artıq dekabr ayının 25-dən Trump'ın xüsusi kəşfiyyat orqanlarına məlumat, daha doğrusu əmr verib ki, onun aradan götürülməsindən barədə əməliyyatda hazırlaşsınlar. Və 3 yanvarda da biz 3 yanvarda keçən gecədə məlum hadisələr yaşandı. İttiham nədə olunur? İttiham ilk növbədə narko, deməli, terrorçuluqda ittiham olunur. Silahlı, qeyri-qanuni silah alverində ittiham olunur. Bundan savayı külli miqdarda Birləşmiş Ştatları, hətta dəqiq rəqəm deyim, bu Birləşmiş Ştatların siyasi rəhbərliyinin mövqeyidir ki, Birləşmiş Ştatlara daxil olan narkotiklərin 97%-i Venezuela'dan gəlir. 97%. Və eyni zamanda miqrasiya məsələlərində ittiham olunur. Beləliklə, Birləşmiş Ştatlar üçün o cinayətkardır. Cinayətkardır. Amma burada çoxlu suallar yaranır ki, cinayətkar da oldusa belə, hər halda BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi olmayıb. Eyni zamanda ABŞ Konqresi bununla bağlı hər hansı bir deməli qərarı olmayıb və xüsusilə Demokratlar Partiyası
respublikaçıları və onun liderini ittiham eləyirlər, prezidenti ittiham eləyirlər ki, niyə konqresdən icazə almadan bu addımı atıb? Trumpın cavabı nədir bu vəziyyətdə? O nə deyib? O da söyləyib ki, bu əməliyyat o qədər məxfi idi ki, əgər biz deməli 435 nəfərlik konqresmen və 100 nəfərlik senatorlarla, yəni ən azı 535 nəfərlə bunu biz müzakirə etsəydik, 535 nəfər bu işdən hali olsaydı, onda bizim əməliyyatımız pozula bilərdi. Bu səbəbdən, məxfilik səbəbindən biz bu əməliyyatı konqreslə məsləhətləşmədən belə həyata keçirdik.